Salam hörmətli izləyicilər. Bugün sizinlə yeri görüşümüzdür. Bugünkü söhbətimiz qısa olacaq. Fikrimi belə bildirmək istəyirəm. Həyatda malı, pulu sevən adamlardan özünüzü gözləyin. Belə adamlarla ehtiyatlı və diqqətli olun. O adam ki, malı, pulu çox sevir, malın, pulun əsiridir. Onlara etibar etmək məsləhət deyil. Belə adamlar mala görə, pula görə bir dəqiqənin içində sizdə satarlar və sizə istənilən bir zərər də yetirə bilərlər. Odur ki, insanlarla münasibət kuranda diqqət edin. Onun pula münasibəti necədir? Mala, dövlətə münasibəti necədir? Əgər o hər hansı şəxs pula, mala, dövlətə çox alidə olursa, belə adamlarla normal münasibət qurmağı yadınızdan çıxardın. Belə adamlar heç vaxt normal münasibət qura bilməz və etibarlı ola bilməz. Odur ki, belə adamlarla ehtiyatlı olun. Bugünkü çıxışımda sizə bu fikrimi çatdırmaq istəyirdim. Hələlik sağ olun, gələn görüşlərədək.